Hər kəsi salamlayıram. RFM finala doğru playlistimizin ikinci videosuna xoş gəldiniz. Bu videoda da RFM tipli rayon, şəhər, yarımfinal və final turlarında düşə biləcək sualların həllinə baxacağıq. Gəlin vaxt itirmədən birinci suala keçək. Birinci sualda deyilir ki, 12 mərtəbəli və hər mərtəbəsində 12 qapı olan binanın qapıları 1, 2, 3 və s. şəklində ardıcıl nömrələnib. Bu nömrələrin cəmini tapın. İlk öncə binamızı təsvir edək. Bu binamızın 12 mərtəbəsi var. Mərtəbələri bu şəkildə çəkək. Bu şəkildə. Və hər mərtəbədə 12 qapı var. Tutaq ki, qapıları da bu şəkildə sıralayaq. İndi gördüyümüz kimi hər mərtəbəmizdə 12 qapı var və 12 mərtəbə var. Deməli, ümumi qapıların sayı nə qədər olacaq? Hər birində 12 qapı var, gördüyünüz kimi. Deməli, ümumi qapı sayı bərabər olacaq nəyə? 12 vurulsun 12-yə. Yəni 144-ə. İndi bunlar birdən başlayaraq nömrələnib. Deməli, bu şəkildə olacaq. 1 nömrəli qapı, 2 nömrəli, 3, 4, 144 olduğuna görə sonuncu da 144 olacaq. İndi bizdən bunların cəmini soruşur. Yəni 1-dən 144-ə qədər olan ədədlərin cəmini tapmaq tələb olunur. Bu cəmi biz bu şəkildə hesablaya bilərik. Biz bunların cəminə bir x desək, o zaman x-i biz bu şəkildə də ifadə edə bilərik. 144, üstəgəl 143, üstəgəl 142, üstəgəl 141, üstəgəl nöqtə, üstəgəl 2, üstəgəl 1 şəklində ifadə edə bilərik. Çünki burada 1-dən 144-əcən düzmüşdük. Burada isə 144-dən 1-əcən düzmüşük. Yəni ikisi də bizə eyni cəmi verəcək. İndi biz bunları tərəf-tərəfə toplasaq nə alarıq? Alarıq ki 2x bərabərdir. Burada gördüyümüz kimi bunların cəmini hesablasaq nə olacaq? 145 olacaq, düzdürmü? Həmçinin bunların cəmi də 145 olur. Bunların cəmi də həmçinin 145 olur. Və bu şəkildə davam edəcək. Necə bunu deyə bilirəm? Çünki gördüyümüz kimi burada 145-dir və soldan sağa doğru getdikcə bir vahid artır bura. Bura isə bir vahid azalır. Yəni yekun olaraq cəm dəyişmir. İndi gördüyümüz kimi bu cütlüklərin sayını necə tapmaq olar? Hər birində 144 element var. Deməli ikisində bir yerdə nə qədər olacaq? 288 element. Bunları cüt-cüt yığıb toplamışıq. Yəni yekun olaraq 288 bölü 2, 144 ədəd 145-imiz olacaq. Yəni 2x-ımız bərabər olacaq 144 vurulsun 145-ə. Buradan da x-ımız bərabər olacaq 144 vurulsun 145 bölünsün 2-yə. Yəni 144-ü 2-yə bölsək 72 vurulsun 145. Bunu bu şəkildə yazaq. 36 vurulsun 2 vur 145. Yəni x bərabər 36 vurulsun 290. Bunu da hesablasaq bərabər olacaq 10.440. Cavabımız 10.440-dır. Növbəti suala baxaq. Deməli, ikinci sualda deyilir ki, kağızın qalınlığı 1 mm-dir. Kağızı bir dəfə qatlayanda qalınlığı 2 dəfə artır. Onu neçə dəfə qatlamaq lazımdır ki, qalınlığı 0,1 vurulsun 242 metrə bərabər olsun. İlk öncə biz bu metr şəklində göstərilən ədədimizi millimetrə çevirək ki, məsələni rahatlıqla həll edə bilək. 0,1 vurulsun 242 metr. Biz bilirik ki, 1 metrimiz 1000 millimetrə bərabərdir. O zaman 0,1 vurulsun 242 metrimiz bərabər olacaq 0,1 vurulsun 242 vurulsun 1000 millimetrə. Çünki biz metri millimetrə çevirəndə onu 1000-ə vururuq. Adından da göründüyü kimi millimetr. Milli sözün mənası 10 üstü mənfi 3-dür. Metrdən kiçik olduğundan onu biz 10 üstü 3-ə, yəni metri 10 üstü 3-ə vurmalıyıq ki, millimetrə çevirə bilək. Burada da gördüyümüz kimi 0,1-i 1000-ə vuranda nə edir? Cavabımız 1 edir. Düzdürmü? Çünki bu 10 üstü mənfi 3-dür. Bu isə 10 üstü 3-dür. Bunları bir-birinə vuranda 10 üstü 0, yəni 1 əldə olunur. Onda bizim yekun, yəni əldə etdiyimiz ədəd 242 millimetrə bərabər olur. İndi baxaq, kağızımızın qalınlığı 1 millimetrdir. Yəni biz hələ bunu qatlamamışıq. 0-cı addımdır. 0-cı addımda 1 millimetrdir. Yəni 2 üstü 0 kimi işarə edək. Bir dəfə qatladıq. Bir dəfə qatlayanda qalınlığı 2 dəfə artır. Yəni 2 üstü 0 millimetr idi. Bunu 2-yə vururuq. Yəni 2 üstü 1 millimetr olur. Deməli ikinci addımda, yəni ikinci dəfə qatlayanda yenə 2 dəfə artır. 2 üstü 2 millimetr olur. Üçüncü addımda da 2 üstü 3 millimetr olur. Yəni buradan da görürük ki, bu şəkildə getsək, eyninci addımda nə olacaq? 2 üstü n
millimetr olacaq. Çünki baxın, birinci addımda 2 üstü 1, ikinci addımda 2 üstü 2, üçüncü addımda 2 üstü 3. Deməli, n-ci dəfə qatlayanda da 2 üstü n millimetr olacaq. Deyək, neçə dəfə qatlamaq lazımdır ki, qalınlığı buna bərabər olsun. Yəni 2 üstü 42 millimetrə bərabər olsun. O zaman buradan geçsək, nə əldə edərik? 2 üstü 42 millimetr hardan əldə olunacaq? 42 dəfə qatlamadan. Çünki gördüyümüz kimi n-lər burada bərabərdir. Yəni bura 42 isə burada 42 olacaq. Yəni yekun olaraq bizim cavabımız 42-yə bərabər olacaq. Növbəti suala baxaq. Deməli, 3-cü sualda deyilir ki, 6 natural böləni olan n kub çıxılsın n ədədinin ala biləcəyi qiymətlərin cəmini tapın. Və burada n natural ədəddir. N kub çıx n ədədimizi yazaq. Görək nə əldə edə bilirik. Bunu biz ilk öncə vuruqlara ayıraq. Vuruqlara ayıranda görürük ki, n vuruq mötərizə xaricinə çıxır. N vurulsun n kvadrat minus 1. Yəni, bunu da vuruqlara ayırsaq, nə əldə edərik? N vurulsun n çıx 1, vurulsun n üstə gəl 1. Bunu bu şəkildə qaydaya salaq. N çıx 1, vurulsun n, vurulsun n üstə gəl 1. İndi mən bunun cüt olduğunu deyirəm. Nəyə əsasən deyirəm? Çünki gördüyümüz kimi n və n üstə gəl 1 var. Əgər bunlardan biri tək olsa, digəri hökmən cüt olmalıdır. Yaxud n cüt olsa, n üstə gəl 1 tək olmalıdır. Yəni, bu ədəddə həmişə bir cüt vuruq olacaq. Deməli, ədədimiz 2-yə tam bölünəcək. Düzdürmü? Yazaq, 2-yə tam bölünür. İndi görək başqa nə əldə edirik? Gördüyümüz kimi 3 ardıcıl ədədlərdir bunlar, düzdürmü? N çıx 1, n və n üstə gəl 1. Biz bilirik ki, 3 ardıcıl natural ədəddən biri hökmən 3-ə tam bölünməlidir. Ümumiyyətlə, k ardıcıl natural ədəddən biri hökmən k-ya tam bölünməlidir. İndi bu 3 ardıcıl ədəd olduğuna görə biri hökmən 3-ə tam bölünəcək. Biz bunu bu şəkildə sübut edə bilərik. Tutaq ki, bu ədədimiz 3-ə bölünəndə 0 qalığı versin. O zaman ümumi ədədimizdə 3-ə bölünmədə 0 qalığı verəcək. Əgər bu 1 qalığı versə, bu 2 qalığı verəcək. Bu da yenidən 0 qalığı verəcək və yenidən şərt ödənmiş olacaq. 2 qalığı versə, bu 0 qalığı, bu da 1 qalıq verəcək. Yəni yekun olaraq yenə də ədədimiz 0 qalığı vermiş olacaq. Onu da burada yazaq ki, 3-ə bölünür. O zaman biz bu ikisini birləşdirsək, nə əldə edərik? Ədədimiz 3-ə və 2-yə tam bölünürsə, deməli 6-ya da tam bölünür, düzdürmü? Yəni bu ədədimiz 6-ya tam bölünür. İndi baxın, ədədimizin 6 natural böləni olması verilib. Biz natural bölənlərini tapmaq üçün nə edirdik? Məsələn, ədədimiz A olsa, A-mız P1 üstü alfa 1, vurulsun P2 üstü alfa 2, vurulsun P3 üstü alfa 3. Bu şəkildə vuruqlara ayrılsa. O zaman biz onun natural bölənlərin sayını tapmaq üçün qüvvətlərə, yəni sadə ədədlərin, sadə vuruqların qüvvətlərinə 1 əlavə edib vururduq, düzdürmü? Və burada sadə vuruqlar bir-birindən fərqli olurdu. Yəni, yekun olaraq natural bölənlərin sayını tapırdıq. Alfa 1 üstə gəl 1, alfa 2 üstə gəl 2, daha doğrusu alfa 2 üstə gəl 1, özür sayın, alfa 3 üstə gəl 1, bu şəkildə. İndi bizə 6 natural böləni olması verilib. Və burada bizim qüvvətlərimiz həmişə nə olurdu? Natural ədəd olurdu. Əgər 0 olsa, o zaman həmin sadə vuruq ümumiyyətlə ədədimizin tərkibində olmayacaq. Deməli, bu alfa 1, alfa 2, alfa 3 nə olmalıdır? 0-dan böyük olmalıdır. İndi biz 6-nı necə vuruqlara ayıra bilərik? Məsələn, 2 vur, 3 şəklində vuruqlara ayıra bilərik. Nə bilim, 1 vur, 1 vur, 6 şəklində vuruqlara ayıra bilərik. Amma biz elə etməliyik ki, elə şəkildə vuruqlara ayırmalıyıq ki, bu şəkildə ifadə oluna bilsin. İndi biz bilirik ki, bunların hər biri 0-dan böyükdür. Deməli, alfa 1 üstə gəl 1, deməli, 1-dən böyük olacaq. Bu da 1-dən böyük olacaq, bu da 1-dən böyük olacaq. O zaman biz onu bu şəkildə vuruqlara ayıra bilmərik. Çünki, məsələn, bu şəkildə ayırsaq, nə olacaq? Yerinə qoyaq 1, 1, 6. Buradan, məsələn, alfa 2-miz 0-a bərabər olacaq. Hansı ki, dedik, 0-dan böyük olmalıdırlar. O zaman bu halı götürə bilmərik. Bir vuruğun olmaması üçün yeganə hal 2 vur 3 qalır. 2 vur 3 qalanda da artıq alfa 3 vuruğumuz olmayacaq, düzdürmü? Yəni, bu halı silirik. Yəni, ədədimizin 2 ədəd sadə, 2 müxtəlif sadə vuruğu var imiş. Bu bərabər olur nəyə? 2 vur 3-ə. İndi baxaq. Burada 2 hal mövcuddur. Ya alfa 1 üstə gəl 1, 2, alfa 2 üstə gəl 1, 3 olsun. Ya da alfa 1 üstə gəl 1, 3, alfa 2 üstə gəl 1, 2-yə bərabər olsun. İndi biz belə bir şey bilirik. Ədədimiz 6-ya tam bölünür. 6-ya tam bölünürsə, deməli, onda 3 vuruq da olmalıdır, 2 vuruq da olmalıdır. O zaman nə olacaq?
Sadə vuruqlardan biri 3, digəri 2 olacaq. P1-imiz 3 olsa, 3 üstü alfa 1 vurulsun 2 üstü alfa 2 şəklində ifadəmiz vuruqlara ayrılacaq. İndi hallarımızı ayrıca araşdıraq. Məsələn, birinci halda alfa 1 üstəgəl 1 bərabər 2, alfa 2 üstəgəl 1 bərabər 3 olsa, o zaman buradan alfa 1 bərabər 1, alfa 2 bərabər 2 əldə etmiş olaraq. O zaman A ədədimiz bərabər olar 3 üstü 1 vurulsun 2 üstü 2, yəni 12-yə. İkinci hala baxsaq, ikinci halda da alfa 1 üstəgəl 1 3 olar, alfa 2 üstəgəl 1 2 olar. Buradan da alfa 1 bərabər 2, alfa 2 bərabər 1 əldə olunar. O zaman A ədədimiz 3 üstü 2 vurulsun 2 üstü 1 olar. Yəni 18-ə bərabər olar. İndi siz buna baxıb deyə bilərsiniz ki, ədədimizin ala biləcəyi qiymətlərin cəmi nə olacaq? 12 üstəgəl 18, yəni 30-a bərabər olacaq. Amma elə deyil. Niyə? Çünki biz ədədimizi nə formada tanıdıq? N kub çıxılsın N formasında. Yəni 6-ya bölünməsini bilirik. Amma o demək deyil ki, 6-ya bölünürsə və 6 natural böləni varsa, ədədimiz 12 və 18 qiymətlərini ala bilər. Bu o demək deyil. Gəlin yoxlayaq. N kub çıxılsın N. 12-yə bərabər ola bilərmi? Baxaq. Vuruqlara bayaqki kimi ayırsaq, N çıx 1 vurulsun N, vurulsun N üstəgəl 1 şəklində vuruqlara ayrılır. Bərabər 12. İndi baxaq. Burada qiymətlər versək, 12 ədədi görək. 3 ardıcıl natural ədədin hasili şəklində göstərilə bilirmi? Baxaq, məsələn, bura 1 versək, 1, 2, 3. Bu nə olur? Bu 6-ya bərabər olur. Məsələn, 2, 3, 4 versək, o zaman nə olacaq? 24-ə bərabər olacaq. Yəni, görürük ki, get-gedə artır və 12-yə bərabər olmur. Deməli, ümumiyyətlə, bu hal mümkün olmayacaq. İndi ikinci hala baxaq. N çıxılsın 1, vurulsun N, vurulsun N üstəgəl 1, bərabər 18. Yenə gördüyümüz kimi 1, 2, 3 verəndə 6 olur. 2, 3, 4 verəndə 24. Yəni 18-ə heç vaxt bərabər olmur. Gördüyümüz kimi bu da qeyri-mümkün olur. O zaman bizim cavabımız nə olur? Belə bir N kub çıxılsın N ədədi yoxdur. İndi gəlin dördüncü suala baxaq. Bu tənliyin həll edilməsi tələb olunur. Baxaq. 2 üstü A, üstəgəl 4 üstü A, üstəgəl 8 üstü A bərabər 84 verilib. Burada biz 2 üstü A-nı olduğu kimi saxlayaq. 4 üstü A necə yaza bilərik? 2 üstü A-nın kvadrat şəklində yaza bilərik, düzdürmü? Niyə? Çünki 2 üstü A-nın kvadratı nədir? 2 üstü 2 A-dır. Yəni bu da nədir? 2 üstü 2 üstü A-dır. Yekun olaraq 4 üstü A olur. Yəni 4 üstü A-nı bu şəkildə ifadə edə bilirik. Həmçinin 8 üstü A-nı da 2 üstü A-nın kubu şəklində yaza bilərik, bərabər 84. Burada da 2 üstü A-ya bir M ədəd desək, onda nə olacaq? M üstəgəl M kvadrat üstəgəl M kub bərabər 84. İndi biz bunu vuruqlara ayırmaqla həll etməyə çalışaq. Necə edək bunu? Burada 84-ü fikir versək, yaza bilərik. 4 üstü 1 vurulsun, daha doğrusu üstəgəl 4 üstü 2 üstəgəl 4 üstü 3 şəklində yaza bilirik. Baxın, 4 üstəgəl 16 üstəgəl 64. Cəmləri 84-ə bərabər olur. O zaman biz bunu bu şəkildə saxlayaq. M üstəgəl M kvadrat üstəgəl M kub. İndi bunların hamısını digər tərəfə ataq. Alarıq. M çıx 4 üstəgəl M kvadrat çıx 4-ün kvadratı üstəgəl M kub çıx 4-ün kubu. Hətta bunları da belə mötərizəyə alaq. Bərabər 0. M çıx 4. İndi bunu da vuruqlara ayırsaq nə olacaq? M çıx 4 vurulsun M üstəgəl 4. Bunu da ayıraq. M çıx 4 kublar fərqi düsturu ilə M kvadrat üstəgəl 4M üstəgəl 16. Bərabər 0. M çıx 4-ü hər birində var. Deməli, M çıx 4-ü mötərizə xaricinə çıxarsaq, alarıq 1 üstəgəl M üstəgəl 4 üstəgəl M kvadrat üstəgəl 4M üstəgəl 16. Bərabər 0. Yəni, M çıx 4 vurulsun M kvadrat üstəgəl 5M üstəgəl 21. Bərabər 0. Vuruqlardan biri 0 olmalıdır. Əgər bu 0-a bərabər olsa, o zaman nə olacaq? M kvadrat üstəgəl 5M üstəgəl 21 bərabər 0. Buradan diskriminant hesablasaq, diskriminantımız olacaq 25 çıxılsın 21 vur 4, yəni 84. Hansı ki, bu da 0-dan kiçikdir. Deməli, bu 0-a bərabər ola bilməz. Deməli, yerdə qalır bu vuruğun 0-a bərabər olması. Yəni, M çıx 4 bərabər 0, M bərabər 4. M-in nə olaraq tapmışdıq biz? 2 üstü A olaraq. Yəni, 2 üstü A bərabər 4. Buradan da A bərabər 2 əldə olunar. Yəni, tənliyimizin həlli 2-dir. İndi 5-ci suala baxaq. X, Y ədədinin 2 rəqəmli olduğu verilib, tənliyi həll edin deyir.
Tənli yenidən yazaq. X faktorial üstəgəl Y faktorial bərabər X, Y olmalıdır. Gəlin belə bir şey edək. Burada X-imizin yerinə 5 qoysaq nə olar? X faktorial üstəgəl Y faktorial bərabər olar 5 faktorial üstəgəl Y faktoriala. Yəni 120 üstəgəl Y faktoriala. Hansı ki bu 3 rəqəmli ədəddir. 3 rəqəmli ədəddirsə, o zaman 2 rəqəmli ədədə bərabər olmayacaq. 2 rəqəmli ədəddən böyük olacaq. O zaman X-imiz 5 və 5-dən böyük qiymətlər ala bilməz. Yəni X-imiz 5-dən kiçik olur. Eyni ilə Y-imiz də 5-dən kiçik olmalıdır. O zaman yerdə çox az sayda hal qalır. Hər birinin ayrılıqda araşdıraq. Məsələn, birinci hal olaraq X-i 4 götürək. O zaman nə alarıq? X faktorial olar 4 faktorial üstəgəl Y faktorial bərabər X-in yerinə 4 yazırıq. 4Y. Yəni 24 üstəgəl Y faktorial bərabər 40 üstəgəl Y. Düzdürmü? Yəni Y faktorial çıxılsın Y bərabər 16. İndi burada Y-in yerinə qiymətlər yazaq. Məsələn, Y 4 olsa 4 faktorial 24 olar. 24-dən 4 çıxanda 20 edir. 16 yox. O zaman məsələn 5 qoysaq artıq 120 edir. 120-dən də 5 çıxanda nə olur? Bərabər olur 115-ə. Yəni 16 qiymətin almadığını görürük. Hətta burada 3 qiymət də verək. 3 faktorial çıx 3 olacaq. Bu da bərabər olacaq. 6 çıx 3, yəni 3-ə. Yəni birinci halın ödənmədiyini görürük. İndi ikinci hala baxaq. X bərabər 3 halına. X 3 olanda X faktorial nə olur? 3 faktorial üstəgəl Y faktorial bərabər 3Y ədədi. Yəni 6 üstəgəl Y faktorial bərabər 30 üstəgəl Y. Yəni Y faktorial çıx Y bərabər 24 olacaq. Yerinə qoysaq 4 qoyanda 4 faktorial çıx 4, yəni 20 edir. 3 qoysaq 3 faktorial çıx 3 bərabər olur 3-ə. 5 faktorial çıx 5-də bərabər olur 115-ə. Yəni bu halda qeyri-mümkün olur. Üçüncü hala da baxaq. Üçüncü halda X bərabər 2 olsun. O zaman 2 faktorial 4 üstəgəl Y faktorial bərabər 20 üstəgəl Y olacaq. Yəni Y faktorial çıx Y bərabər 16 əldə olunacaq. İndi baxın, burada da eyni tənliyi almışdıq, düzdürmü? İndi bunun həlli yoxdursa, deməli bunun da həlli olmayacaq. Son olaraq X bərabər 1 halına baxaq. Niyə son olaraq dedim? Çünki X 0 ola bilməyəcək. Çünki X, Y 2 rəqəmli olduğuna görə 2 rəqəmli ədədin ilk rəqəmi 0 ola bilməz. X 1 olanda da X faktorial 1 olur. Üstəgəl Y faktorial bərabər 10 üstəgəl Y, yəni Y faktorial çıx Y bərabər 9 olur. Yerinə də qoysaq 4 faktorial çıx 4, yenə bu 20 edir. 3 faktorial çıx 3-də bu 3 edir. Yəni bu da 9-a bərabər olmur. Yəni bu halda qeyri-mümkündür. Yəni yekun olaraq biz nə alırıq? Cavab tənliyin həlli yoxdur. Bu qədər. Videonu bəyəndinizsə kanala abunə olub like atmağı unutmayın. Fikirlərinizi də şərhlərdə bildirin. Sağ olun. Gələn videolarda görüşənə qədər.